Salam, axşamınız xeyir. Bu videoda beynəlxalq banka məxsus rəqəmsal bank kartı olan iCard virtual kartının əldə olunması, istifadəsi və kartın ümumi məlumatı haqqında paylaşacağım. Əsasda mədaxil və məxaric haqqında. Çünki istifadəçiləri ən çox mədaxil və məxaric maraqlandırır. Bu linki videonun aşağısında qeyd edəcəm. Deməli, iCard. iCard virtual kartını 8937 qısa nömrəsinə valyutaya uyğun açar sözü göndərməklə əldə edə bilərsiniz. Yəni AZIN kartı aktivləşdirəcəksinizsə, kart AZIN, uyğun olaraq USD kart USD, Euro kartını aktivləşdirəcəksinizsə, kart Euro yazaraq 8937 qısa nömrəsinə göndərirsiniz. Bundan əlavə, aşağıdakı kart məlumatlarını nəzərinizə çatdırım. Kartın qiyməti pulsuzdur. Kartın müddəti 1 illikdir. Kartın uzadılması mümkündür. Kartın uzadılma müddəti 5 ili keçə bilməz. Kartın növü Visa Classic Mastercard standart növündə ola bilər. Kartın valyutası bayaq yuxarıda qeyd etdiyim kimi hər 3 valyutada mümkündür. AZN, dollar və euro formasında. Bir şeydə nəzərinizə çatdırım ki, bir nömrə üçün hər valyuta üzrə yalnız bir ədəd kart əldə etmək olar. Yəni AZN kartı aktivləşdirmişsinizsə, həmin bu kartı dollar kartına çevirə bilməzsiniz. Mütləq əlavə bir nömrə lazımdır ki, digər valyutanın kartından əldə edəsiniz. SMS xəbərdarlıq xidməti isə aylıq 40 qəpik təşkil edilir. 3D Secure xidməti aktiv olur. Əsas məsələyə gəldik. Nəqdsiz formada öz kart hesabından vəsaitin başqa kart hesabına pul köçürülməsi mümkün deyil. Bu nə deməkdir? Yəni siz bu kart vasitəsilə heç bir karta pul göndərə bilmirsiniz. Yəni kartın daxilindəki vəsaiti heç bir halda nəqdləşdirə bilmirsiniz. O yalnız onlayn şəkildə istifadə olunması üçündür. Yəni onlayn alış-veriş zamanı istifadə etmək mümkündür. Kartın daxilində olan pulu yalnız onlayn alış-verişdə istifadə edə bilərsiniz. Heç bir halda digər kartı göndərməklə nəqdləşdirə bilmirsiniz. Karta mədaxil formaları kart to kart, kart transferi, yəni hər hansı bir kartdan karta və cash to any kart. Yəni nağd formada karta pul mədaxil etmək olur. Digər kartlara nətər ki emanatdan ya bank daxili ödəniş terminalından mədaxil etdiyimiz kimi bu karta da o formada pul mədaxil etmək olur. Kart balansı üzrə maksimal limit 100 AZN və ya ekvivalentində, yəni euro və yaxud da dollar mədaxil etmək istəsəniz 100 AZN ekvivalentində olur. 100 manatlıq, yəni dollar və yaxud da euro. Kart üzrə illik məxarici limiti isə 1000 AZN və yaxud da ekvivalentində, yəni 1000 AZN dəyərində euro dollar və yaxud da 1000 manat. Deməli 3 addımda iCard sahibi olun. Valyutalara görə açar sözləri bunlardır. SMS göndərin. Valyuta uyğun açar sözünü SMS ilə 8937 nömrəsi göndərirsiniz. Kodu daxil edirsiniz. Mobil nömrəniz gələn linkə daxil olaraq OTP kodunu daxil edirsiniz. Təhlükəsizlik kodu göndərilir sizə. Onu da deyim ki, bu linki çalışın saxlayın. Çünki kart məlumatlarının əldə olunmasında bu linkin sizə kömək edəcək. Vəssalam, bundan da sizin kartınız hazırdır. Kart məlumatlarınızı əldə edin, onlayn alış-verişlərinizdə istifadə edin. Bu qədər əziz dostlar. Ümid edirəm videolarım faydalı olmuşdur. Sağ olun, salamat qalın.